Bilirsiniz ki, aralıqlı oruc edirəm və bir aya 5 kiloqram arıqlamışam. Necə qidalanıram, nələr yeyirəm, nə hazırlayıram özümə, bu videoda onu paylaşacağam. Aralıqlı orucla bağlı nə sualınız varsa rəydə yazarsınız, hər birini cavablayacağım. Bu videoda da çox gözəl yemək hazırlayacağım. İndi paylaşacağım yemək də çox doyumlu və dietik yemək sayılır. Amma ilk öncə gəlin gedək alış-verişə, çünki ət yox idi evdə. Bilirsiniz ki, Tam Store'da kampaniya var. Böyük ölçülərdə böyük endirim 26 martdan 8 aprelə qədər davam edəcək. Sizcə balaca yoxsa böyük? Əlbəttə ki, bu. Mağazaya gəlmişkən dedim ət də alım, çünki bilirsiniz ki, Tam Store'da ət festivalı başlayıb, ətlər yerli ətdir, hər gün təzə-təzə vitrinlər də olur. Demək olar ki, bütün alış-verişimi bitirdim, məndən nə lazımdırsa hamısını endirimli şəkildə aldım. Yenə qeyd edirəm, Tam Store'da böyük ölçülərdə böyük endirim kampaniyası aprelin 8-nə qədər davam edəcək. İndi isə keçək reseptin hazırlanmasına. Deməli, neynədik? İlk öncə əti qızartdıq, yağ vurmadım ətə. Daha sonra isə kahını, pomidoru doğrayıram, qıraqda isə sos hazırlayıram. Bacardığım qədər mayonez vurmamağa çalışdım. Smetan, azca mayonez və sarımsaq. Sonda üzərinə Holland pendiri vurdum. Çox dadlı olur, mütləq hazırlayın. Həm dietik, həm də dadlı və doyumcu.